Vaxtınız xeyir olsun değerli şagirdlər. Belə bir suala baxalım. Bizə deyir ki, burada bu fiqurumuz uşaqlar kubdur. Məsələn, bizə deyir ki, kubun səthinin sahəsini tap. Səthinin sahəsini tap. Kubun səthinin sahəsi düsturu uşaqlar S bərabərdir. Gəlin buradan qeyd edəyim. 6 vurulsun A kvadratıdır. Burada uşaqlar baxın, bütün tillər bir-birinə bərabər olmalıdır. İndi bu şəkildə uşaqlar tam tillər bir-birinə bərabər görsənmir. Məsələn, baxın bu tillə bu til, bütün tillər, yəni burada gördüyünüz bütün bu xətlər hamısı bir-birinə bərabər. O da A-mız, yəni bizdə 1/2-də 1-dir uşaqlar. Buradan baxdığımız zaman bizim indi A buradan A bərabərdir 1/2-də 1. Bunu düzgün olmayan kəsrə çevirəm, elədir 2-də 3. Gətirib yerinə yazıram. S bərabər 6 vurulsun 2'də 3'ün kvadratı kimi. Bu da olar 6 vurulsun 2'də 3 vurulsun 2'də 3 olacaq. Yəni 6 vurulsun 3 vur 3 yuxarıda olacaq. Aşağıda da 2 vurulsun 2 şəklini alacaq. Burada biz necə qeyd edirik? Bu olacaq 4'də 54 olar. Mesela biz bunu yenə də ixtisar edə bilərik. Mesela 2'də 27 şəklində və yaxud da 13/10-5 şəklində olacaq. Yəni bir sözlə bizim kubun səthinin sahəsi oldu 13/5 məsələn santimetrin kvadratı. Əgər sahə deyilsə biz bu düsturdan istifadə etməliyik inşallah.